İltihab, biri var kəskin iltihab. Kəsildi, şişdi, qızardı, sağaldı. Hə, Bir də var xroniki iltihab. O xroniki iltihab bizi yavaş-yavaş öldürür. qalır da. Hər gün biraz yığılır və birdən bum, filankəs şəkər oldu. Və yaxud filankəsin ürəyin damarları tutuldu, stent qoydular. Və yaxud filankəs heç kimi tanımır, Alzheimer oldu, misal üçün. Yəni bunun altında yatan səbəb əslində o xroniki iltihabdır ki, Bunu hansı mərhələdə bilirik? bunu əslində misal üçün bizi izləyən tamaşaçılar deyək də, izləyicilərdə bir neçə simptom var ki, bunlar varsa, heç olmasa bu simptomlardan ikisi varsa, artıq xroniki iltihab başlayıb deməkdir. Misal üçün davamlı baş ağrıları, xroniki yorğunluq, səhər yuxudan yorğun oyanma, sanki çox bir iş görmüşəm, əzələ oynaq ağrıları, davamlı şirniyyat istəyi və s. bu siyahını uzatmaq olar. Şəkərin yuxarı həddə olması, yeməkdən sonra yuxu basmalar, davamlı karbohidrat yemək istəyi çoxalır. Yəni bütün bunlar nəyə bağlıdır, niyə baş verir? Mən bilmirəm keçən və biz bunu müzakirə elədik yoxsa yox. Hipokrat nə dedi? Bütün xəstəliklər bağırsaqlarda başlayır və insanın bağırsaqları xəstədirsə, bədəni geri qalan hissəsi də xəstədir. Yəni ki, bu iltihab nə edir? Misal üçün tək bunlardan söhbət getmir. Biz stressdən danışdıq. Hər gün bizim təmasda olduğumuz toksinli maddələr, pestisitlər, mikroplastiklər, müasir insan həftəyə bir vizit kartı qədər, bunu qəsdən qoydum ki, yanıma daha aydın olsun. Biz bir vizit kartı qədər mikroplastik yeyirik. Və bu da bizim üçün, bizim yaradılışdan biz buna hesablanmamışıq ki, biz bu qədər toksinə məruz qalacağıq. Məsələn, siz make-up etmisiniz, mən də make-up etmişəm. Bu make-up etdiyimiz üçün biz artıq 150 çeşiddə toksinə məruz qalmışıq. Bugün ana südündə mikroplastiklər aşkar olunur. Uşağın göbək qanında yəni neçə 100 çeşid, 240 çeşiddə toksin maddələr aşkar olunub. Niyə bu qədər bugün danışırıq ki, autizm xəstəliyi artıb, hiperaktivlik artıb, bilməm nə artıb. Sonra bugün hamısı əvvəl xanımın çantasından qəşəng bahalı pudra qabı çıxırdısa, indi hamısının çantasına vape çıxır qoyurlar masanın üzərinə, sanki bu belə trenddir. Amma bu vape'lər nə edir? Gələcəkdə o qadınların dünyaya gətirəcəkləri uşaqlar, qız uşaqları daha erkən menopauzaya girəcəklər. Bəli, daha az yumurtalıq rezervi ilə doğulacaqlar. Yəni biz bugün Genləri dəyişirik. Bəli. Yəni biz bugün məruz qaldığımız bu stres, istər bu qidalı tərəfdən olsun, istər zərərli maddələr olsun, istər yuxusuzluq olsun, istər digər stres olsun, bunlar hamısı bədəndə xroniki iltihab yaranır. Niyə? Bağırsaqlarımızın divarında belə sıx belə bağlar var. Bəlkə eşitmisiniz, sızdıran bağırsaq son zamanlar çox populyardır bu termin və biz bu toksinlər bu toksin məruziyyətimiz, ümumiyyətlə qeyri-sağlam qidalanma olsun, digər məruziyyətimiz çoxalanda bu bağırsaqlardakı o bağlar boşalmağa başlayır və o toksinlər burada açılan aralardan başlayır sızmağa. Endotoksinlər sızır bədənə və misal üçün gedib beyinə çatanda yaradır depressiya, Alzheimer, neuroinflammation deyirik buna. Adi ağız boşluğunun mikroflorasının pozulmağı da ürək-damar xəstəliklərindən tutmuş beyinə qədər problemlər yaradır. Bəli, neuroiltihaba səbəb ola bilir. Yəni bütün bunlar nəticədə nə edir? Bizi xəstələndirir. Bugün misal üçün biz danışırıq indi sizlə və hər 3 saniyədən bir dünyada bir insan demensiya olur. Düşünürsüz? Yəni biz danışdığımız dəqiq 3 dəqiqədə artıq neçə insan demensiya oldu. Yəni və bugün Alzheimer'in də bu qədər artmasının səbəbi də məhz bu neuroiltihabdır.